Salam şagirdlər, bugünkü dərsimizin izahı olacaq Amerika Birləşmiş Ştatları 17-18-ci əsrlərdə 1607-ci ildə Amerikanın şimalında ilk İngilis koloniyası salındı. Bu koloniyalar Yeni İngiltərə adlanırdı. İngiltərədə torpaqsızlıqdan əziyyət çəkən kəndlilər, o cümlədən dini təqiblərə məruz qalan puritanların Amerikaya gəlməsi nəticəsində burada əhalinin sayı artırdı. 1619-cu ildə Amerikaya ilk qaradərili qullar gətirildi Afrikadan. Bunun səbəbi o idi ki, Amerikanın yerli əhalisi olan hindular azadlıq sever oldukları için onları qula çevirmək mümkün değildi. Amerikadakı İngiliz koloniyalarında idarəçilik sistemi iki yerə bölünürdü. Qubernator kral tərəfindən təyin edilirdi, koloniyaları idarə edirdi. Onun yanında isə məclis fəaliyyət göstərirdi. Məclis daxili qanunları qəbul edir və vergiləri müəyyənləşdirirdi. İngiltərə və Fransa arasında müstəmləkələr uğrunda 1756-1763-cü illərdə 7 illik müharibə getdi. Bu müharibə nəticəsində İngiltərə qalib gələrək Kanada və Benqaliyanı tutdu. Müharibədən sonra İngiltərə koloniyalarda yeni vergilər müəyyənləşdirdi. O cümlədən koloniya əhalisinə qərb istiqamətə, qərb ərazilərə köçməyə qadağan etdi. Bundan başqa metal və parça istehsalını qadağan etdi, silah istehsalını qadağan etdi. Bu da narazılıqları artırdı. 1765-ci ildə İngiltərə parlamenti möhür rüsumı haqqında qanun qəbul etdi və möhür rüsumı haqqında qanuna əsasən Amerika əhalisi, yəni Amerika koloniyalarının əhalisi hər bir sənəd üçün dövlətə ayrıca bir rüsum ödəməliydilər. Bütün bunlarda koloniyaların əhalisini qəzəbləndirdi və onlar İngilis mallarını boykot etmək qərarına gəldilər. İngiltərə bu boykotu aradan qaldırmaq üçün 1773-cü ildə Boston limanına ucuz çay gətirdi. Amerika əhalisi də bu çayları dənizə atdı. 1773-cü ildə baş vermiş bu hadisə Boston çay qonaqlığı adlanır. 1775-ci ildə koloniyaların üsyan qaldırması nəticəsində İstiqlaliyyət müharibəsi başladı. Bu müharibə 1775-1783-cü illərə aid edir. 1775-ci ildə Filadelfiyada çağırılmış konqresdə George Washington Amerika ordusunun komandanı təyin edildi. 4 iyul 1776-cı ildə isə Thomas Jeffersonun yazdığı İstiqlaliyyət bəyannaməsi ilə Amerika Birləşmiş Ştatları müstəqil bir dövlət kimi özünün varlığını elan etdi. Bir şey unutmayın ki, İstiqlaliyyət müharibəsi 1775-də başlayarkən hələ ABŞ yaranmamışdı. Yəni müharibənin başlanması tarixi ABŞ-ın yarandığı dövrə təsadüf etmir. Ondan bir il əvvələ təsadüf edir. Bundan başqa İngiltərəyə qarşı mübarizə aparmaq üçün Benjamin Franklinin başçılığı ilə Avropaya nümayəndə heyəti göndərilir. Parisdə görüşlər keçirilir. Fransa və ABŞ arasında ittifaq müqaviləsi bağlanılır. Fransadan başqa İngiltərənin tarixi rəqibləri olan İspaniya və Hollandiya ilə də müqavilələr bağlanılır və onların köməyi ilə həm 1777 Saratoga, həm 1781 Yorktown döyüşlərində ABŞ ordusu qalib gəlir. 1783-cü ildə Parisdə imzalanmış sülh müqaviləsi ilə İngiltərə ABŞ-ın müstəqilliğini tanıyır, amma bir şərtlə ki, Kanada qalmalıydı, deməli İngiltərənin əlində. 1787-ci ildə konstitusiya qəbul edilir. ABŞ konstitusiyasına görə deməli hakimiyyət 3 yerə bölünürdü. İcrayıcı hakimiyyət prezident idi, qanunverici hakimiyyət Kongres adlandırır, bir də məhkəmə hakimiyyəti vardı. Prezidentin səlahiyyətləri veto qoymaq, xarici siyasətə nəzarət etmək və hərbi qüvvələrə rəhbərlik etmək səlahiyyətləri vardı. Kongres özü iki hissəyə bölünürdü. Senat və nümayəndələr palatasından. Senat yuxarı palata, nümayəndələr palatası aşağı palata idi. Senat hər bir ştatın qanunverici orqanından göndərilən iki nümayəndədən ibarət olurdu. Yəni hər bir ştat öz qanunverici orqanından iki nümayəndə göndərdi. Bunlar senatorlar olurdular. Nümayəndələr palatasının üzvləri isə xalq tərəfindən seçilirdi. Ali məhkəmə və digər məhkəmələr isə konstitusiyanın deməli əsas dayağı sayılırdılar. Konstitusiyadakı qanunları, yəni konstitusiyaya uyğun olub olmadığını nəzarət edirdilər. 1791-ci ildə konstitusiyaya hüquqlar haqqında bil adlanan düzəlişlər qəbul edildi. Bu düzəlişlər söz, mətbuat, toplaşmaq, din azadlığı, mülkiyyət hüquqları və s. idi.